Hər kəsə salam. Axşam rutinimi sizlə paylaşıram. Gəlin görək saat yarım ərzində nələr etdik. Əvvəlcə Diləyin başı qarşısın deyə ona şar doldurur verirəm və keçirirəm yan otağa. Digər oyuncaqlarını da yanına tökürəm ki, biraz burada oynasın. Mən də o əsnada keçirəm mətbəxə və mətbəxi yığışdırıram. Bəli, əlimdə gördüyünüz süpürgədir. Mənim 2 dənə toz soranımın olmasına baxmayaraq mətbəxi toz soran yerinə süpürgə ilə süpürdüm. Çünki belə olan tədbirdə həm tez başa gəlir, həm də böyük zibilləri bir araya yığmaq daha tez olur. Düzdür, yekunda axırda üstündən toz soranı keçirəm. Daha sonra keçirəm qablarımı yumağa. Düzdür, elə çox qabım yox idi. 1-2 boş qab və qazan idi. Sözün açığını desəm, qabları yuyanda qazanları yumaya nifrət edirəm. Ona görə də qazanlar həmişə axıra qalır. Bu sıra ərzində qazanlarımı yuyuram, biraz vaxtımı aparsa da yekunlaşdırıram və keçirəm rakvinanın içini təmizləməyə. Rakvinanın içində çoxlu yağ birikmişdi. Bu aradan qalxsın deyə ora kometi əlavə eləyirəm, biraz orada saxladıram. Bu da gördüyünüz qabların yekun halı. Kometi orada gözlədənə qədər keçəcəyəm plətənin yanına. Plətənin üstündə düzdür. Tez-tez təmizləməyimə baxmayaraq yeməklər hər dəfəsində dolur, daşır, yağ tökülür deyə, yəni yaxşı görüntü əmələ gəlmir. Ora tökürəm yağ çözücü, biraz saxladıram, sonra sürtürəm. Görürəm ki, bunu sürtmək kifayət eləmir, yenə yağ çözücüsü əlavə edirəm və saxladıram. Gəlib biraz saxladasınız qızlar. Mən bəzən səbrim çatıb saxlada bilmirəm. Keçirəm yenidən komet tökdüyüm yeri təmizləməyə. Bu mənim mətbəximin artıq son halıdır. Piştaxtanı, rakvinanın içini, plətəni sizə göstərirəm və son yekun halda sizdən paylaşıram. Mənə elə gəlir ki, çox qəşəng, səliqəli, gözə gəlimli bir formada mətbəxim hazırdır.